Xoş gördük sizi, dəyərli izləyicilərimiz. Təhsil TV növbəti podkastını təqdim edir. Ölkəmiz daha bir mötəbər tədbirə VUF 13 Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Elə studiyamıza dəvət etdiyimiz qonağımızla birlikdə mövzu müzakirəsi olacaq ki, görək VUF 13-də, yəni hansı məsələlər müzakirə olunacaq, hansı aktual məsələlərə toxunacaq. Studiyamızın qonağı isə VUF 13 Azərbaycan Əməliyyat Şirkətinin substantiv məzmun üzrə şöbə müdiri Cəmilə İsmayılzadədir. Cəmilə xanım, xoş gördük sizi. Salam, xoş gördük. Dəvətinizə görə təşəkkürümü bildirirəm. VUF 13-ün əsas mövzusu nədir və ümumiyyətlə belə deyək ki, müasir şəhərlərin hansı aktual məsələlərinə toxunulur burada? İlk növbədə təşəkkür edirəm ki, siz Təhsil TV-də bu mövzuya yer ayırmısınız və belə deyək, gəncləri, sizin kanalı, sizin televiziyanı izləyən auditoriyanı məlumatlandırmaq istəyirsiniz. Ümumiyyətlə, Ümumdünya Şəhərsalma Forumu BMT-nin məskunlaşma proqramı tərəfindən koordinasiya olunur və 2001-ci ildə təsis olunub. Təsis olunmasının əsas səbəbi də elə dünyada gedən sürətli urbanizasiya prosesləri nəticəsində şəhərlərdə yaranan problemləri, çağırışları müzakirə etmək olub. İlk Ümumdünya Şəhərsalma Forumu 2002-ci ildə Kenyanın Nairobi şəhərində keçirilib, 13-cü sessiya isə Bakı şəhərində 2 həftə sonra baş tutacaq. Əsas müzakirə mövzusu qeyd etdiyim kimi şəhərlərin qlobal problemləri, şəhərlərdə yaranan problemlərdir. Burada həm mənzil problemləri, həm iqlim dəyişiklikləri nəticəsində yaranan problemlər, ümumiyyətlə şəhərləşmə, sürətli şəhərləşmənin nəticəsində sosial, iqtisadi problemlər, bütün bu məsələləri dünya liderləri, ekspertlər, akademik dairələrin, vətəndaş cəmiyyətinin iştirakı ilə müzakirə etməkdir. Bu tədbir ümumiyyətlə şəhərsalma sahəsində ölkələr arası əməkdaşlıq üçün hansı yeni mühitlər formalaşdıracaq? İlk öncə ondan başlayaq ki, ümumiyyətlə hər bir VUF aktual problemlərə həsr olunur. Bu ilki Şəhərsalma Forumunun əsas mövzusu hər kəs üçün yaşayış yerləri, dayanıqlı və təhlükəsiz yaşayış məskənləridir. Və bu da əsasən mənzil problemlərini əhatə eləyir. Çünki hal-hazırda dünyada böyük sayda insanlar mənzil təminatında çətinlik çəkirlər. Münaqişələr, təbii fəlakətlər nəticəsində öz mənzilindən məhrum olan insanlar var və elə bütün bu məsələləri müzakirə etmək üçün də dünya liderləri, ekspertlər bir araya gəlib müzakirələr aparacaqlar. Və məsələ burasındadır ki, bu ilki forumun biraz fərqli aspektləri var. Bu forum ümumiyyətlə yeni şəhər gündəliyi üzrə sənədin 10 illiyi tamam olacaq bu il. 2016-cı ildə qəbul olunmuş bir sənəddir. Yeni şəhər gündəliyi ümumiyyətlə şəhərsalmanın qlobal standartlarına, onun yerli tələblərə uyğunlaşdırılmasını müəyyənləşdirən bir sənəddir. Və bu sənədin bu il 10 illiyi tamam olduğuna görə yeni şəhər gündəliyi üzrə Nazirlər Görüşü nəzərdə tutulub. Hesabat xarakterli bu görüşdə bu gündəlik üzrə əldə olunmuş nəticələr müzakirə olunacaq. Bundan sonraki 10 illikdə qarşıya qoyulan məqsədlər müəyyənləşdiriləcək. Həmçinin Azərbaycan hökumətinin təşəbbüsü ilə bu il liderlərin görüşü də baş tutacaq. Bu əvvəlki VUF-larda liderlər, dövlət hökumət başçıları çox az sayda iştirak etsələr də bu il Azərbaycan hökumətinin təşəbbüsündən daha çox sayda iştirakçılıq nəzərdə tutulur və ümumiyyətlə müxtəlif formatlarda bu müzakirələr təşkil olunacaq. Məsələn, ümumiyyətlə VUF-un maraqlı xüsusiyyəti ondan ibarətdir ki, hər kəs üçün açıq bir platformadır. Burada bayaq da qeyd etdik ki, həm dövlət hökumət nümayəndələri, yerli və regional idarəetmə nümayəndələri, vətəndaş cəmiyyəti, akademik dairələr iştirak edə bilər və ona görə də hər segmentin özünün səsini, öz maraqlarını ifadə edəcəyi tədbirlər nəzərdə tutulub. Qlobal iqlim dəyişikliklərinə şəhər planlamasında belə deyək də nəzərə alınması VUF 13-də necə müzakirə olunacaq? Ümumiyyətlə, iqlim dəyişikliyi və onun həm şəhərsalmaya, həm mənzil təminatına təsirləri aktual şəkildə müzakirə olunacaq. Ümumiyyətlə, VUF-un ana sütununu təşkil edən 6 dialoqdan biri məhz iqlim və mənzil təminatı arasındakı əlaqəyə həsr olunub və burada da əsas məsələ iqlim dəyişiklikləri nəticəsində yaranan problemlərin mənzil təminatına təsirlərini müzakirə etməkdir. Elə az öncə siz qeyd etdiniz, inklüziv mənzil təminatı olsun, şəhərdaxili bərabərsizlik məsələsi necə belə deyək müzakirə olunacaq? Ümumiyyətlə, inklüzivlik mövzusu da VUF-un əsas toxunduğu istiqamətlərdən biridir. Bayaq da qeyd etdiyim dialoqlardan biri həsr olunub gecəqonduların və qeyri-formal yaşayış məskənlərinin transformasiyasına. Çünki biz inklüzivlik deyəndə təkcə fiziki imkanların məhdud olması və fiziki imkanları məhdud olan şəxslərin inteqrasiyası yox, həm də müxtəlif əhali qruplarına, müxtəlif sosial statusa malik olan insanların bərabər şəkildə yaşamasından söhbət gedir. Elə ona görə də bu dialoq məhz bu
gecəqonduların, qeyri-formal yaşayış məskənlərinin transformasiyası zamanı orada yaşayan əhalinin ümumi şəhər mühitinə transformasiyasına uyğunlaşmasını da nəzərdə tutur. Həmçinin əlillər və fiziki məhdudiyyətli şəxslər üçün ayrıca bir dəyirmi masa təşkil olunacaq. Onların problemlərinə, onların ümumiyyətlə bu sürətli şəhərləşmə, şəhərsalma problemlərinə həsr olunacaq. Təhsil yönümlü də hansısa müzakirələrin olması da nəzərdə tutulubmu? Əlbəttə, deməli, ümumiyyətlə, akademik dairələr VUF-un əvvəlki VUF-larda da ən çox iştirak edən bir segmentdir. İndiki VUF-un daxilində də VUF Akademi adlanan, VUF Akademiyası adlanan bir bölmə nəzərdə tutulub. Bu həm universitetlərin, orada təmsil olunan universitetlərin, ali təhsil müəssisələrinin, tədqiqat müəssisələrinin iştirakını nəzərdə tutur. Həm də orada gənclər üçün, müxtəlif sahələri təmsil edən ekspertlər üçün mühazirələri nəzərdə tutur. Ona görə də ümumiyyətlə bu VUF-da öyrənmə, biliklərin ötürülməsi əsas məqsədlərdən biridir. Ona görə də VUF Akademi hər kəs üçün, gənclər üçün, akademik dairələrin nümayəndələri üçün maraqlı bir proqram təklif edir. Cəmilə xanım, ümumiyyətlə VUF 13 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyəti nədir və ümumiyyətlə bizim hansı layihələrimiz beynəlxalq müstəviyə çıxarılacaq, beynəlxalq ictimaiyyətə təqdim olunacaq? Ümumiyyətlə, VUF 13-ün Azərbaycanda keçirilməsindən başlasaq ki, nəyə görə bu tədbir Azərbaycanda keçirilir və bunun bizim üçün əhəmiyyəti nədən ibarətdir? Son illərdə şəhərsalma sahəsində kifayət qədər ciddi islahatlar aparılır. İstər şəhərlərin baş planlarının hazırlanması olsun, istərsə də işğaldan azad olunmuş ərazilərdə aparılan yenidən qurma işləri olsun. Xüsusilə də işğaldan azad olunmuş ərazilərdə aparılan yenidən qurma işləri tamamilə yeni şəhərsalma prinsiplərinə əsaslanır. Burada istər ağıllı texnologiyaların istifadəsi olsun, yaşıl ərazilərin daha yaşıllaşdırma işlərinin aparılması olsun. Ona görə də biz bu istiqamətlərdə gördüyümüz işləri bir növ davam etdiririk. İşğaldan azad olunmuş ərazilərdə elə 3 dəfə Milli Şəhərsalma Forumu keçirilib və bu 3 Milli Şəhərsalma Forumunun davamı kimi bu qlobal forum Bakıda təşkil olunur. Elə ona görə də biz bu əldə etdiyimiz təcrübələri dünyaya çatdırmaq üçün bu tədbirdə kifayət qədər təmsilçiliyimiz olacaq. Məsələn, başqa bir nümunə vermək istəyirəm ki, biz Bakı şəhəri uzun müddət sənayeləşmənin yaratdığı ekoloji problemlərlə üzləşmişdi və məsələn, Qara şəhər kimi tanıdığımız ərazinin Ağşəhərə çevrilməsi, Böyük Şor gölünün tamamilə tullantılardan təmizlənməsi, digər göllər ətrafında bu abadlıq işlərinin aparılması, bütün bunlar hamısı şəhərsalma ilə bağlı bizim ölkəmizdə baş verən islahatları göstərir. Bu ildə şəhərsalma və memarlıq ili elan olunub. Ona görə də bu çərçivədə ölkə miqyasında bu istiqamətdə ciddi işlər görüləcək. Bu forumun Azərbaycan üçün əhəmiyyəti də bir növ həm bu təcrübələrimizi dünyaya çatdırmaq olacaq, həm də özümüzün elə bu dünyanın təcrübəsindən faydalanmaq olacaq. Çünki burada Expo ərazisi nəzərdə tutulur, müxtəlif ölkələrin pavilyonları nəzərdə tutulur və bizim yerli ekspertlər, yerli və regional hökumət nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, hər kəs burada iştirak edərək özü üçün faydalı məzmunlar, yeniliklər əldə edə biləcək. Həmçinin bayaqda qeyd etdim ki, Yeni Şəhər gündəliyinin 10 illiyi tamam olur və bundan sonra müəyyən olunacaq yol xəritəsinə bir növ biz istiqamət vermiş olacağıq. Həmçinin bu tədbirin nəticəsində qəbul olunacaq Baku Call to Action, Bakı fəaliyyətə çağırış sənədinin də formalaşmasında birbaşa Azərbaycan hökuməti iştirak edəcək və burada qəbul olunan qərarlar BMT-nin Baş Assambleyasında qəbul olunan mənzil təminatı, şəhərsalma ilə bağlı qəbul olunan növbəti qərarlara birbaşa təsir edəcək. Ona görə də mənə elə gəlir ki, həm lokal səviyyədə yanaşsaq bu tədbir bizim üçün çox böyük əhəmiyyətlidir. Həmçinin qlobal səviyyədə xarici siyasi nöqteyi nəzərdən baxanda bu tədbirin ölkəmiz üçün əhəmiyyəti kifayət qədər böyükdür. Adından da bəlli olduğu kimi şəhərsalma forumudur. Mənim üçün maraqlıdır. Ekskursiyalar təşkil olunacaqmı? Məsələn, Qarabağa, Şərqi Zəngəzura, yəni xaricdən gələn qonaqlar. Tədbirin özü çox qısa müddət baş tutacaq. Nəzərə alsaq ki, 5 gün ərzində bütün bunları təşkil eləmək çox çətin olacaq və tədbirin proqramı kifayət qədər doludur. Tədbirin öz çərçivəsində işğaldan azad olunmuş ərazilərin, orada aparılan layihələrin təqdimatı ilə bağlı ayrıca sessiyalar nəzərdə tutulub. Dialoqlardan biri böhrandan sonra, konfliktlərdən sonra şəhərlərin bərpasına və orada aparılan işlərə həsr olunub. Azərbaycan hökuməti tərəfindən xüsusi sessiya təşkil olunacaq ki, bu xüsusi
sessiyanın da mövzusu elə yenidən qurma işləri olacaq. Təbii ki, ona görə də Azərbaycan, biz Qarabağa getmək imkanımız olmasa da Qarabağla bağlı, işğaldan azad olmuş ərazilərlə bağlı olan bütün təcrübələri Azərbaycan pavilyonunda, digər segmentlərdə təqdim etməyə çalışacağıq. Həmçinin onu da qeyd etmək istəyirəm ki, oktyabr ayından etibarən Azərbaycan şəhərsalma kampaniyası başladılıb və bu kampaniyanın məqsədi bir növ elə ölkə səviyyəsində VUF-a hazırlıq, VUF ümumiyyətlə şəhərsalma mövzusunda bir fərqindəliyi artırmaq idi. Və bu kampaniya çərçivəsində həm işğaldan azad olmuş ərazilərdə, həm ölkəmizin digər şəhərlərində kifayət qədər çox tədbirlər baş tutub, ekskursiyalar, forumlar, gənclərin iştirakından, xarici qonaqların iştirakından çox tədbirlər baş tutub. Ümumiyyətlə VUF 13-ün təşkil olunmasının Azərbaycan təhsili üçün sizcə əhəmiyyəti nədən ibarət olacaq? Yəni orada məsələn dediniz ki, pavilyonlar, təhsil pavilyonları təşkil olunacaq, müəyyən universitetlər öz sərgilərini nümayiş etdirəcəklər. Mənə maraqlıdır, əhəmiyyəti nə olacaq sizcə? İlk növbədə mən deyərdim ki, istənilən bu beynəlxalq tədbirin keçirilməsi ilk növbədə fərqindəlik yaradır. Şəhərsalma mövzusu bizim üçün nə qədər qədim şəhərsalma ənənələrimiz olsa da, bu akademik nöqteyi nəzərindən yanaşanda bizim üçün biraz yeni bir sahədir. Və bu tədbir ilk növbədə fərqindəlik yaradır. İlk növbədə terminologiyamızı zənginləşdirir. Məsələn, sadə bir misal deyim ki, biz hal-hazırda VUF 13 əməliyyat şirkətinin substantiv komandası olaraq 130-a yaxın şəhərsalma termininin, beynəlxalq səviyyədə istifadə olunan terminin Azərbaycan dilinə tərcümə olunmasını təşkil etmişik və növbəti həftələrdə bu tələbələrə, ekspertlərə təqdim olunacaq. Burada məqsəd məhz elə o düzgün terminologiyadan istifadə etmək, Azərbaycan dilində bu terminlərin düzgün istifadəsinə şərait yaratmaqdır. Bu bir tərəfdir ki, fərqindəlik yaratmaq. Digər tərəfdən də ümumiyyətlə bu VUF-a hazırlıq prosesində demək olar ki, ötən ildən başlayaraq UN Habitat-ın nümayəndələri, digər beynəlxalq ekspertlərin iştirakı ilə biz müxtəlif ali təhsil müəssisələrindən görüşmüşük. Onların bu proseslərdə hazırlıq mərhələsində iştirakına şərait yaratmışıq. Universitetlərin əksəriyyəti tərəfindən VUF çərçivəsində tədbirlər təşkil olunacaq. Tələbələrin iştirakı ilə müxtəlif tədbirlərin təşkili gözlənilir. Azərbaycan startaplarının orada iştirakı gözlənilir və bütün bunların hamısı bir növ şəhərsalma istiqamətində tədqiqatların, fikir mübadiləsinin formalaşmasına təkan verir. Həmçinin gələn həftə Bakı şəhərsalma həftəsi baş tutacaq ki, bir həftə ərzində də yenə də Bakıda müxtəlif fəaliyyətlər olacaq. Bu fəaliyyətlərin də əsas iştirakçıları yenə də universitetlərimizdir, ali təhsil müəssisələrimizdir, məktəblərdir və həmin tədbir həftə çərçivəsində müxtəlif panel müzakirələri, ekskursiyalar, biznes və təhsil nümayəndələrinin görüşləri keçiriləcək. Bütün bunların hamısı bir fikir mübadiləsi üçün imkandır. Həmçinin bayaq da qeyd etdik ki, Expo ərazisində çox böyük ölkələrin böyük pavilyonları olacaq, şirkətlərin pavilyonları olacaq. Bu bütün gənclərə, həm bizim akademik dairələri təmsil edən şəxslərə imkan verir ki, oraya gedərək dünyada baş verən şəhərsalma problemlərlə tanış olsunlar, dünyadakı ən yaxşı təcrübələrlə tanış olsunlar və özləri üçün yeni bir vizyon formalaşdırsınlar. Cəmilə xanım, mən sizə çox təşəkkür edirəm ki, suallarımıza ətraflı cavab verdiniz. Çox sağ olun, sizə də uğurlar arzu edirik. Mən təşəkkür edirəm, çox sağ olun. Sizə də uğurlar. Təşəkkür edirəm. Bir daha dəyərli izləyicilərimiz qeyd etmək istəyirəm ki, podkastımızın qonağı VUF 13 Azərbaycan Əməliyyat Şirkətinin substantiv məzmun üzrə şöbə müdiri Cəmilə İsmailzadədir. Növbəti podkastlarda görüşmək ümidi ilə sağ olun.